Deməli, biz printer məsələlərində əgər burada bu page hissəsində səhifə yazıbsa, nə edirdik? Bu 6-dan 14-ə sayırdım ya da saymanın sürətli yolu 14-dən 6 çıxıb üstə 1 gəlirdim. Elədi 9 dənə. 9-u bölürdüm bu ikinci aşağıda verilənə 1-ə, elədi 9. Üçüncü baxırdım bu hissə one-dırsa 1-ə, boş-dırsa 2-yə bölürdüm. Axırda da dördüncü vururdum kopya sayına. Bu standart elədiyimiz qayda. Əgər bu page hissəsi boş olardısa, onda mütləq bu yuxarıya baxılmalıdır. Və bu hissəyə page dolu olanda baxmağa ehtiyac yoxdur. Çünki custom göstərir həmişə. Və boş olan variantı 181-də. Deməli, page boşdursa, yazmayıbsa, onda baxıram bu hissəyə. Bu bir neçə variantda ola bilər. Birinci print all page yazırsa, bunun 3 variantı var. Ya print all page-də eləcə print the entire document yazır, yəni bütün səhifələr üzərindən. Ya even page only yazır, yəni cüt səhifə, ya da odd page only yazır, tək səhifə. Hal-hazırda burada even yazdığına görə sualın başında 15 səhifə var. Bu even deyir, 15-in neçə dənəsi cütdür? 7 dənəsi. Onda hesablamanı 7 üzərindən edirəm. Yəni, deməli, cüt səhifə elədi 7. Yenə bayaqki kimi, ikinci baxıram bura. 1-dir, 7-ni 1-ə bölürəm 7. Sonra baxıram bura. Yenə 1-dir, 7-ni 1-ə böldüm 7. Axırda vurdum kopya sayına 5-ə. Elədi 35. Bitdi. Deməli, mütləq page boşda bu yuxarı hissəyə baxılmalıdır. Birinci sualda bax burada. Deyir ki, bizə neçə səhifə çap olunar? Yenə bayaqki kimi bu page hissəsi boşdursa, o halda nəyə baxıram? Yuxarıya. Burada yazıb current page. Current cari deməkdir. Bayaq print all page dedi, all bütün səhifələr. Amma current caridir. Yəni bir dənə səhifə deməkdir. Yəni bu 1-dir. Yenə bu aşağıdakına 1-i 2-yə böləndə 0 nə qədər elədi? 1. Bu 1-dır. 1-i 1-ə böləndə 1. 1-i vurdum 4-ə, elədi nəticə 4. Onsuz da burada current olanda cavab həmişə kopya sayı qədər olur. Niyə? Çünki current 1-dir. 1-i nəyə bölsəm də yenə 1 götürəcəm. Çünki 1-dən kiçik natural yoxdur. 1-i də kopya vuranda elədi, kopya sayı qədər. 4 dənə. Növbəti bu tipdən olan başqa bir sual. Məsələn, 8-ci sual. Yenə bu page hissəsi boşdursa dedik. Bura boşdursa, baxıram yuxarı. Yazıb print all page. Aşağıda da yazıb ki, odd page only. Odd nədir? Yalnız tək səhifələr. Sualın başında deyir 50 səhifə var, amma deyir bizə o 50-dən bunlardan istifadə elə. Yəni, bunları yazmışam page hissəsinə. Onda bunların təklərini seçirəm. Yəni, 1-dən 7-yə qədər 1, 3, 5, 7. 22-dən 27-yə qədər 23, 25, 27. 31-dən 43-ə qədər 31, 33, 35, 37, 39, 37, 39, 41, 43. Bir də 47, 49 yazıb, 47 və 49. Və təklərini seçdim. Neçə dənə tək səhifə oldu? 2, 4, 6, 7, 10, 13, 16 dənə. 16-nı bölürəm aşağıda verdiyi rəqəmə 4-ə. Elədi. 4. Bu 1-dır. 4-ü də 2-yə vuranda elədi 8. Bitdi. Deməli, nə elədik? Buradan oda görə təkləri saydım. Sonra böldüm 1-dı 1-ə, vurdum kopya sayına. Bitdi. Qaydası budur. Deməli, əsas məsələ nədir? Page boş olanda yuxarısıya baxmaq lazımdır. Tamam.